Qurban müəllim, zəlzələlər günün ən çox hansı saatında baş verir? Misal üçün Spitakda zəlzələ olmuşdu 88-ci ildə. Saat neçə idi? 12-nin yarısı günüz. Günüz. Yadınıza gəlirsə. Lissabon zəlzələsi var. O da elə günorta olmuşdu. O kilsədə gəlirlər ibadətə, həmin müddət olmuşdu. Hətta Londonda belə nə qədər dağıntılar, Avropanın digər ölkələrində belə dağıntılar olmuşdu. Bu günorta vaxtı. Bir mənalı demək olmaz ki, güclü dağıdıcı zəlzələlər ancaq gecələr olur. Zakatala zəlzələsi, o da səhər idi də. Mən elə işləydim, saat 11-ə işləmişdi, nə idi Bapelençinə. Balakən zəlzələsi də gənə həmçinin. Səhər idi, işə gəlirdim. Bir də gördüm ki, tez zəng gəlir mənə. Zəlzələlər ki, hamısı hara gəlir onlayndan. O məlumat bürosuna. Qurban müəllim, bu saat güclü bir zəlzələ Balakəndə idim, onu mən demişdim də. Balakəndə gözlənilir, nə bilim, nə. Qurban müəllim, yerin təkində gedən prosesləri izləyir, analiz edirsiniz və zəlzələ gözləntisi barədə qənaətə gəlirsiniz. Heç yanıldığınız olubmu? Yanılmaq anaqasının qorxumuz olub. Aha. Elə moment olub ki, hər hansı bir bölgədə başlayıb orada aktivlik getməyə, xırda-xırda parçalanma. Oradakı əhalinin xəbəri yoxdur. Biz də burada ürəyimizi yeyirik monitorun qabağında. Estağfurullah. Birdən bunun içində bir güclüsü nə deyəsən? Elə zatda belə olmuşdu da. Qəhrəmanmaraş o Şərqi Anadolu qırılması 510 kilometr uzunluğunda nə qədər 8 dənə belə o əyalət, o şəhərlər hamısına günə düşmüşdü. Yəni belə məsələlər düzdür orada o plitələrin təsirindən güclü idi. Allah uzaq eləsin, Şamaxıda ən güclü zəlzələ olsa, magnitudası 7, Bakıda 5 bal hiss eləmək olar. Hansı ki orada 9-9-dan artıq məsafə etibarı ilə nə ola bilər o dalğa o öz gücünü, təsirini get-gedə yayıldıqca laylarda azaldır.